Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Sual olunur ki, övladın ata üzərində hansı haqqı var? Övladın ata üzərində 4 haqqı vardır. Birincisi, ata onun anasını əzizləməlidir. İkincisi, ata övladına gözəl ad qoymalıdır. Üçüncüsü, ata övladına dinini öyrətməlidir. Dördüncüsü, ata övladını evləndirməlidir. Allah'a həmd eləyək öz izzət-i cəlalına, bütün atalara əməli salih övladlar, bütün övladlara da əməli salih atalar nəsib etsin inşallah.